Uşaqlar, Meymun. bugün nə edək? 3 rəngli challenge edək. Olar. Zeynəb, razısan? Şəkillər çəkək, rəngləyək. Başladıq. Mən sizə 3 dənə belə A4 vərəqi verəcəm. Hərənizə birini verim. Bunu siz özünüz öz aranızda bölün. Zeynəb, sənin var, amma bu da olsun sənin. Tamam. Deməli, uşaqlar, gözlərinizi yumacaqsınız. Buradakı flomasterlərdən hərəniz 3-ünü götürəcəksiniz və mən sizin üçün burada şəkillər fox-mox edəcəm. Uşaqlar, birinci şəkillər gəlsin. Gəlsin, yaxşı. Şəkillər gəlsin. Oha, oy. Baxın şəkillərə. Necə dadım bunu? Heydər, sənə nə düşüb? Ana avtobus. Heydərdə avtobus. Asimanda hədiyyə qutusu. Zeynəbdə isə top şəklidir. Zeynəb, bunları 3 rənglə ancaq rəngləyəcəyik. Yaxşı? Ay, sağ ol. İndi gözlərinizi yumursuz. Onda mən bunu açım töküm. Aha. Flomasterləri açırıq Zeynəb. Açırıq ki, gözümüzü yumub 3 rəng seçəcəyik. Yaxşı? Hansı rəng sizə düşdü, o rənglə də sizin önünüzə gələn şəkilləri rəngləyəcəksiniz. Amma gözlərimizi möhkəm şəkildə yumuruq ki, görməyək hansı rəngləri götürürük. Zeynəb, sən nə istəyirsən? Ondan, indi gözlə, sənə yaxın qoyacaq, narahat olma. Aha. Birinci mən götürürəm. Birinci Asiman, sən gözlərini yum. Bu zəif çəkilər. Bu təzələnmə. Olsun, fərqi yoxdur. Bunlar da qəşəng çəkir. Fərqi yoxdur. Olsun. Tamam, birinci Asiman gözlərini yumsun. Bir şey elə bundan götürürəm. Yaxşı. Kim hansı ilə istəyir, o flomasterlə çəkə bilər. Birinci Asiman 3 rəngini seçir. Asiman seçim edir. Asiman aç görüm. Asiman 3, sarı, mavi, bir də tünd göy. Tamam. İkinci Heydər gözlərini yumsun, 3 rəng seçim eləsin. Aha. Bir bu, Bir də 2. bu və bu. Aha, Heydər. Qara. Qara, sarı və yaşıl. Üçüncü Zeynoş gözlərini yumsun və 3 rəng seçirsən Zeynoş. Zeynəb, gözlərini yumursan amma. Afərin. Birini bu qələmlərdən. İkisini oradan istəyirsən. Aha, tamam, götür. Yum gözünü. Baxam Zeynəb. Onu Aha, dəyişdirsin. onu boz. dəyişdirsin. Bozu 2 dənə çəhrayı götürmüsən. Zeynoş, bunu dəyişək. Tamam, o zaman yum gözünü, oradan seçim elə birini. Yum gözünü, istədiyin rəngi seçim elə. Aa, onu istəmədim. Yenidən istəyirsən, tamam, bir də gözlərini yum, götür. Gözlərini yum. Yumacaq. Götür. Aha, götür indi. Özün üçün seç oradan. Mavi. Aha, ikisi qaldı Zeynəb. Biri, buradan da ikisi. Yaxşı. Tamam. Zeynoş, Zeynoş. O da Zeynəb öz istədiyi rəngləri. Zeynəb, oradan o zaman sən gözü açıq istədiyin rəngləri götür. Amma 3 rəng, yaxşı? 3 dənə. Üstünə Zeynəb istədiyi rəngi götür. Səni gözləyirik Zeynəb. Aha, yenə də Zeynəb oyunun qaydalarına əməl edir. Afərin sənə, ağıllı qızım. Gözlərini yumaraq götürür. Aha, götür. Birini götürdün. Ay Zeynəb, Zeynəb, sən nə edirsən? Zeynəb. Davam edirik. 2. Birini də götür. Belə qəşənglər götürdü. Bu da daha çəhrayı. Tamam Zeynəb, davam et. Yenə çəhrayı. Birini də götür. Oha. Afərin. Yetər. Bu qədər bəsdir. Kifayətdir. Bunları mən bu qələmləri sizdən götürürəm. Və başlayırıq nə etməyə? Şəkillərimizi rəngləməyə başladıq. Aha, başlayın görüm kim necə şəkillərini rəngləyəcək. Yəni siz bu 3 rəngdən sizin əlinizdə olan şəkilləri necə rəngləyəcəksiniz? Yəni şəkillərə uyumludurmu götürdüyünüz
rənglər. Aha, Heydər birinci sarıdan başladı. Tamam. Heydər başladı artıq. Zeynəb birinci çəhrayını rəngləyir. Hə, Zeynoş rənglə, qəşəng rəngləyirsən. Mənim rənglərim biraz uyumsuz deyil. Olsun. Sən çalış o rəngləri bir-birinə uyumla. Yəni bir-birinə bənzədin. Yəni orada qəşəng bir şəkil alınsın. Əslində Heydərdə daha qəşəng məntiqli rənglər götürüb. Yaşıl, qara və sarı. Və avtobus rəngidir sarı. Hə, Heydər çox şəkillərdə avtobuslar sarı rəngdir. Amma pəncərəni rəngəcəm, o bilmirəm. Pəncərəni nə rəng istəyirsən? Mavi olur da pəncərə. Olsun, bu dəfə pəncərələrin pərdəsi yaşıl olsun. Hə, Heydər, biz fərqli edək. Mən biriniz qara rəngi verin də. Burada şəkildə. Onda sən mənə bir dənə rəng ver. Xəttləri qoyulmayıb. Sən mənə bir dənə başqa rəng ver. Yox, mən bircə dəqiqə. Bircə dəqiqə. Onda da mavi götür. Sən mavini nəyinə istəyirsən? Dəyişmək istəyirsən? Olsun da, bizim oyunun qaydaları belədir ki, 3 rəng seçim etdik və onunla uyumlu oldu, olmadı. Biz onunla rəngləməliyik. Yəni dəyişmək olmaz. Zeynəb, necə gedir rəngləmə? Bacarırsan? Afərin, qəşəng rəngləyirsən. Rənglə davam elə. Bax qızım, bunun içinin hamısını belə rəngləyirsən. Afərin sənə, afərin. Əhsən qızıma. Qəşəng rəngləyirsən. Afərin. Amma o, bax Zeynəb, bu çizgidən çıxmaq olmaz. Yaxşı. Əhsən. Ayca. Afərin. Çox qəşəngdir. Davam et. Amma Zeynəb, burada götürdüyün 3 rəng hanı? Ay sağ ol. Bunların 3-ü ilə də rəngləyə bilərsən. Yaxşı. Ay sağ ol. Afərin qızıma. Asiman nətər gedir? Necədir? Hələ ki belədir. Məcbur belədir. Çünki Qəşəngdir, maraqlıdır. Əslində Asiman, sənin də rənglərin uyumludur, pis deyil. Uyumlu düşmür də biraz. Sən Biri sadəcə yaşlı olaraq, hə, salır, biri hə, göy, olsun. biri də sarı. Oyunumuzun qaydaları bunu tələb edir Asiman. Heydər hələ avtobusun təkərlərini rəngləyir. Anne. Amma Heydərin rəngləri də pis deyil. Heydər, sənin şəklin də qəşəngdir, genişdir. Tamam, Mən rəngliyim. deyəsən sarı. Bitirdin? Mən Kim tez bitirdi? Gözləsin. Üçünüz də bitirəndən sonra baxacağıq, görək hansımızın şəkli daha möhtəşəm alınıb. Afərin Zeynəb, ikinci topun ikinci hissəsini də rənglədi. Üçüncü keçək Zeynəb. Üçüncü hissəni də rənglə. Afərin sənə. Tələsmədən. Bax qızım, tələsmədən. Ehtiyatla buranı çıxma. Yaxşı. Afərin sənə. Afərin. Səliqəli, səliqəli, səliqəli. Bax, birin göstərsin ana sənə. Necə edək? Bax, mamaya bax. Ver mamaya. Bax. Gözlə. Bax, qızım. Burada, bax, görsən, səliqəli şəkildə rəngləyirik. Zeynuş, bu qıraqları çıxmırsan. Yaxşı. Bax, belə rəngləyirsən. Gözlə, gözlə, tələsmə. Sonra bunun içini səliqə ilə rəngləyirsən. Afərin. Bax, gördün, ana qıraqlara, kənarlarına çıxmadı. Sən də çıxma. Yaxşı. Afərin. Afərin sənə. Əhsən. İndi buranda rəngləyirsən, buranda tələsmədən, səbirlə. Şəkili rəngləyəndə səbirlə rəngləmək lazımdır ki, şəkil daha qəşəng alınsın. Tələs-tələs olanda, tələsərək rəngləyəndə şəkili Zeynəb, şəkil çox pis alınır. Yaxşı, şəklin kənarlarına çıxırsan, şəkli körlamış olursan. Aha, indi keç o biri tərəfə. Mən də qutardım. Aha. Asiman şəklini rənglədi. Baxım Asiman sənin şəklinə. Bu çox qəşəngdir. Aha. Əslində səndə bu sarı qırmızı olsaydı daha qəşəng olardı məncə. Amma olsun. Asimanın da şəkli hazırdır. Bəli, Asimanın şəkli də
hazırdır. Rənglədi, bitirdi. Gözlə Asiman, uşaqlar da bitirsin. Sonra baxaq görək kim daha qəşəng çəkib. Rəngi yoxdur deyə. Hə, hamısı eyni rəngdədir. Olsun. O, heç Zeynəb, necə gedir şəkil çəkmək? Maraqlıdır. Bence yaşa. Balaca dostlarımıza da deyək, onlar da çoxlu şəkillər çəkməyi öyrənsin. Hə, Zeynəb? Ay Zeynəb. Balaca dostlarımız da şəkillər çəkməyi öyrənsin. Qəşəngdir şəkil çəkmək. Yaxşı. Var hələ şəkili bitirməmsən. Düzdür? Afərin sənə. Bax Zeynəb, artıq çəkdikcə əlin öyrəşdi. Bax buralarda çox idi kənarlarına çıxmışdın. Burada biraz, burada lap az. Buralarda artıq çıxmamısan. Burada da biraz var. Olsun. Qəşəngdir Zeynoş. Ana biz bir takas. Əllərinə sağlıq. Ana biz dəyişdirmək də bilərik. Şeydə də yaşayırsın o mavi. Çox Niyə? güzgüsü mavilər yox olmayacaq. Olsun, olsun. İcazə verdim. Ben de sana zarara düşündüm. Hiç yanlış mı? Olsun, necə istəyirsiniz? Yəni seçim sizindir. Heydər, necə gedir şəkil çəkməyin? Yaxşı deyən hər seçim belədir. Heydər, mükəmməl. Hələ ki tam bitməyib, qəşəngdir. Davam et. Asiman da qəşəng çəkib. Zeynəb lap qəşəng rənglədir. Artıq Zeynəb üzərindən çox-çox onu rəngləmə. Yaxşı, bax belənçi korlanır vərəqin. Saxla, əlini saxla. Zeynəb də bitirdi topunu. Bunu ilə bunun içini, bəlkə oradan başqa bir rəng dəyişək. Dəyişək Zeynoş. İçini nə rəng edək? O yerində olsun heç başqa rəng qoymasın. Şunu lap pis Doğrudan. Çünki Zeynəbin seçimi üçü də eyni rəng olduğu üçün dostlar. Baxın, Zeynəbin şəkli eyni rəngdə alındı. Çünki üç rəngin üçü də bir-birinə çox bənzəyir. Baxın. Bu arada dostlar biz 3 dəfə dəyişdirdik karandaşlarını. Yenə də eyni şeylər düşdü. Üçündə də eynilərini götürdü. Qarışdırdıq, yenə də üçündə eyni. Hə, 2 dəfə, 3 dəfə dəyişdi. Yenə də qismətinə 3 rəng eynisi çıxdı. Çəhrayı. Ayca. Bu benim aile. Bu B. B yox. Çəhrayı. Denən çəhrayı. Zeynəbə 3 dənə çəhrayı rəng düşdüyü üçün Zeynəbin şəkli belə bir eyni rəngdə alındı. Yəni 3 rəng bilinmir. Olsun. Heydər hələ bitirməyib şəklini. Asiman, şəkil çəkmək maraqlıdır səncə? Hə, mən xoşum gəlir şəkil çəkmək. Dostlar, bu arada Asiman və Heydərin çox sevimli bir məşğuliyyəti var. Dərslərini etdikdən sonra anime karakterdir. Hə? Anime, necə deyirsiniz ona? Anime karakterli şəkillər çəkirlər. Göstəreyim mi? Gətir göstərək Asiman. Balaca dostlarımız görsün ki, balaca dostları necə şəkillər çəkir. Zeynəb, sən nə edirsən? Burada əlavə şəkillər çəkirsən özün üçün. Zeynəb şəklini bəzəyir. Bəzə. Afərin sənə. Ben anne. Sən Heydər yazırsan? Heydər, bax hələ şəkildə sənin baş hərfini yazır. H hərfi yazır çoxlu. Hə, Zeynəb H hərfi yaza bilir. Afərin. Hedi yazdın, afərin. Zeynəb, babanın da adını yazırsan, yaz. Anne da yaz, baba da yaz, qaqa da yaz. Gətir ver mənə Asiman. Xoşuma gələn ola bilər, amma biz sənin çəkdiyin əl işlərini balaca dostlarımıza göstəririk. Dostlar, baxın, Asiman belə, bu Naruto'dur, düzdür? Naruto'nun şəklini çəkib. Həqiqətən də mən Asimanın bu əl işlərini bəyənirəm və deyirəm ki, davamlı çəksin. Düzdür, dərsləri olur, amma vaxt etdikcə çəkir. Burada vaxt qəşəngləri var. Arxalarından çəkdim. Burada bir də gözlər çəkmişim. Baxın dostlar, bunları görün necə. Mən məsələn çəkə bilmərəm. Həm həvəsim yoxdur, həm də yəni o qədər əl qabiliyyətim yoxdur. Bəli, Zeynəb. Afərin, Zeynəb, ana, baba, Hedişin adını yazdı. Aha. Baxın dostlar, Asiman anime karakterlərinin gözlərini çəkib.
Çox mükəmməl çəkmisən Asiman. Çox qəşəngdir həqiqətən. Əllərinə sağlıq, davamlı olsun. Hə. Yox, sənin gözün bu rəngdədir Zeynəb. Mavi, bu yaşıldır. Aha, baxın, bitirdi. Dostlar, Heydər də öz şəklini bitirdi. Heydər avtobus şəkli düşmüşdü. Ver mənə. Və baxın, görün nə qəşəng səliqəli rəngləyib. Afərin sənə Heydər. Çox qəşəngdir. Yəni bu qısa zamanda sən bunu çox qəşəng, mükəmməl rənglədin, tələsmədən. Heydər, sənin üçün rəsm çəkmək nə deməkdir? Məncə maraqlıdır. Maraqlıdır. İstəyərdin rəssam olasan? Ya kim istəməz ki? İstəyərsən. Asiman, sən istəyərdin rəssam olmaq? Hə, istəyirəm, istəmirəm. Asiman, sən istəyərdin rəssam olmaq? Hə, bəli, istəyirəm. Doğrudan. Həqiqətən xoşum gəlir rəsm çəkmək. Bilirəm, sən rəsm çəkməyi sevirsən. Dostlar, əslində Heydər də çox gözəl rəsmlər çəkir. Heydər, sən də çəkirsən də anime karakterlər. Varındır dəftərin. Sən də gətir, göstər. Heydər də çox qəşəng şəkillər çəkir. Sadəcə olaraq Heydər o qədər zaman ayırmır şəkil çəkməyə, amma Asiman boş vaxtlarını səmərəli istifadə edir. Heydər kitab oxumağa, nə bilim, test işləməyə ayırır, amma Asi arada bir dərslərindən sonra şəkillər də çəkir. Zeynəb, sən istəyərdin rəssam olasan? Rəssam olmaq qəşəngdir. Şəkil çəkmək maraqlıdır. Doğrudan afərin. Hər gün şəkil çəkək Zeynəb. Qəşəngdir şəkil çəkmək. Afərin Zeynəbə. Başa şaşırırız. Dostlar, baxın, bu da Heydərin çəkdiyi anime karakterləridir. Çox qəşəng çəkir. Əslində Heydər də çox qəşəng çəkir. Sadəcə olaraq Heydər bunları çəkməyə çox az müddətdə başlayıb, amma bu müddət ərzində çoxlu şəkillər çəkib. Bunu da göstərdik Zeynəb, narahat olma qızım. Baxın. Göz dələmələr eləmişəm. Burada Heydər bu karakterlərin gözlərini daha yaxşı çəkmək üçün, özü üçün yəni hazırlaşıb burada gözləri çəkmək üçün özü öz üzərində çalışıb ki, gözləri daha qəşəng çəkə bilsin. Bəli, eskizlər çəkib burada, göz eskizləri. Bəli, Zeynəb. Sənin gözün də mavidir. Afərin. Zeynəbin gözü deyir ki, mənim gözüm bu göz kimi mavidir. Düzdür Zeynəb, düz deyirsən. Keçdik bura. Oy Heydər, bu niyə belə acıqlı baxır bizə? Bunda da belə deyil. Hə. Ola bilər. Bu təzə-təzə başladığım vaxtlardır yəqin. Baxın, burada bu şəkli mən həqiqətən Heydərin çox bəyənmişdim. Özü bəyənməmişdi, amma mən çox bəyənmişdim və şəkli bitirmək qərarına gəldi. Mən həqiqətən Heydərin, Asimanın anime karakterlərini çəkməyini çox sevirəm. Bu şəkil də çox qəşəngdir. Baxın dostlar. Yəni bacarmıram deməyək, istəsək bacararıq yəni şəkillər çəkməyi. Artıq sevinirəm ki, Heydər də Asiman kimi çoxlu qəşəng şəkillər çəkir. Heydər, əllərinə sağlıq, qəşəng çəkmisən. Var yenə burada başqaları. Nəsə mən bunu aça bilmirəm. Burada bu maska taxıb üzünə. Çox qəşəngdir. Və bugünlük bu qədər. Baxaq görək hansı çəkilən şəkil daha qəşəngdir, daha mükəmməldir. Məncə mənimki. Biz bu şəkilləri, rəylərini balaca kiçik dostlarımıza buraxaq. Dostlar, hansınız buradakı çəkilən şəkilləri bəyəndinizsə, Əgər bu bizim deyilsinizsə, şərhlərə 1 yazın. Aha. Əgər bu deyilsinizsə 2 yazın. Aha. Əgər bunu deyilsinizsə 3 yazın. bəli, avtobus deyən 2, top deyən 1 və hədiyyə qutusunu deyən şərh bölməmizə 3 yazsın və biz o zaman hansı uşağın çəkdiyi şəkil mükəmməl alınıbsa, bu videonun davamını gətirəcəyik həmən o uşaqla. Öpürük sizi, çox sevirik sizləri. Kanalımıza abunə olmağı, Like atmağı, bəyənməyi, bildirimlər açmağı. bildirimləri açmağı unutmayın. Hələlik.